Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 2026-cı ilin aprel-may aylarında Naxçıvan Muxtar Respublikasında müəllimlərin sertifikasiya imtahanına dəstək xarakterli növbəti video izahımızı təqdim edirəm. İzaha keçmədən öncə kanala abunə olun ki, paylaşılan bu ödənişsiz videolardan davamlı olaraq faydalana biləsiniz. Eyni zamanda bizim onlayn dərslərimizə qoşulmaq istəyənlər 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımla izahından ibarətdir, hansı ki siz hər həftə sırf bir gün mətnlərə ayıraraq imtahanda düşən mətn suallarını rahatlıqla həll edəcəksiniz. Digər 2 dərsimiz isə normal dərslərin sırayla tədrisidir. Bütün mövzuların video izahları var. Dərs prosesində minimum 2 sınaq işləyirik və hər bir sınağın da video izahı göndərilir. Müraciət üçün bizə yazın. Ətraflı məlumatı WhatsApp-da göndərək. Gəlin keçək indi sualların izahına. Birinci sual. Böyük şairimiz Füzulinin yaradıcılığından hamımız xəbərdar olmalıyıq cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Xəbərdar olmalıyıq. Kim? Biz, yəni hamımız. Burada mübtəda hamımız ifadəsidir. Hamımız da nitq səsi olaraq əvəzlikdir. Ham əvəzliyi, ona görə doğru cavab olacaq D variantı. Davam eləyək ikinci sualdan. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsi səhv qoyulmuşdur? Baxaq. O birinci yerə çıxdı. Kim? O mübtədadır. Mübtədadan sonra birdən birinci sıra sayı gəlib. Deməli, vergülün qoyulması tamamilə doğrudur. O yuxarı gedəcək. Kim? O. Yenə mübtəda vəzifəsindədir. O'dan sonra yuxarı gəlib. Bu da yer zərfidir. Deməli, o'dan sonra zərf gələrsə vergül qoyula bilər. O hərdən gecişir. Kim? O. Yenə mübtədadır. Hərdən gəlib. Nə zaman? Bu zaman zərfidir. Zərf gəldiyi zaman vergülün qoyulması tamamilə doğrudur. O deyəsən burada qalacaq. Kim? O mübtədadır və özündən sonra deyəsən gəlib. Bu modal sözdür və modal sözün tələbinə görə həm özündən əvvəl, həm özündən sonra vergül qoyulmalıdır. Deməli, bu doğrudur. O hamını yaxşı tanıyır. Kim? O mübtədadır yenə. Özündən sonra hamı əvəzliyi gəlib. Qaydaya əsasən əvəzlikdən sonra əgər əvəzlik gələrsə, bu halda vergül qoyulmaz. Yəni o bu əvəzliyindən sonra əvəzlik gəldiyi zaman vergül qoyulmamalıdır. Bu yanlışdır. Üçüncü sual. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənib? Biri bunları açıqlamalıdır. Kim açıqlamalıdır? Biri. Biri burada bir sayından əmələ gəlmiş qeyri-müəyyən əvəzlikdir. Yəni burada saydan söhbət gedə bilməz. Çox yaxşı danışırsan. Yaxşı necə? Bax, burada necə sualına cavab verən yaxşı sözü var. Çox da ona aid olan ədatdır. Yəni burada bir miqdar sayı işlənməyib. Burada çox qalma. Yenə çox sözü qalma feilinə aiddir. Çox sözünün miqdar sayı olmağı üçün mütləq özündən sonra ism aid olmalıdır. Yəni nə qədər qalma, çox qalma. Burada çox olur zərf mövqeyində, kəmiyyət zərfi. Burada olur nə? Yer zərfi olur. Burada miqdar sayı yoxdur. Hamı az işləyərək çox qazanmaq istəyir. Baxın, yenə az sözündən sonra gələn işləmək feili var. Çox sözündən sonra gələn qazanmaq feili var. Yəni hər ikisi feilə aiddir. Deməli, ikisi də olacaq kəmiyyət zərfi. Burada miqdar sayı yoxdur. Az-çox tanıdıqlarıma çox kitab ayırmışam. Tanıdıqlarım bu feildir. Deməli, az-çox feilə aid olan zərfdir. Bu say deyil. Bura baxın, çox kitab ayırmışam. Nə? Kitab isimdir. Çox sözü ismə aiddirmi? Bəli. Deməli, çox burada saydımı? Tamamilə doğrudur. Çox sözünə görə doğru cavabım olacaq. Y variantı. Davam edirik növbəti sualdan. Dayanacaqlardır sözünün fonetik təhlilini istəyir. Yanlış fikir istəyir bizdən. Fonetik təhlil deyilsə, əlbəttə ki, biz sözün tələffüzünü yazmalıyıq. Olacaq dayanacaq, QX-yə keçdi. Lar, dır da D kimi tələffüz olunur, R düşür. İki fərqli məqam var. Cingiltili samitlə başlayır. Bəli, D cingiltili samitdir, bu doğrudur. Qarşılığı olmayan 4 samit işlənmişdir. Deməli, N-in qarşılığı yoxdur 1, L-in qarşılığı yoxdur 2, R-in qarşılığı yoxdur 3. Burada sorundakı R düşdüyünə görə 3 dənə samitin qarşılığı yoxdur. 4 yanlışdır. G samitinin qarşılığı işlənib. G-nin qarşılığı X-dir. Sözdə X işlənibmi? Bəli, işlənib.
Şəkilçilərin ikisi fərqli tələffüz olunur. Dayanacaqlardır sözünün kökü dayanmaqdır. Dayanmaqdan dayanacaqlardır formasında tələffüz olunur. Birinci şəkilçim acaqda G, X-yə keçir. Bir fərqli məqam. İkinci şəkilçim larda fərqli bir məqam yoxdur. Üçüncü şəkilçim dırda R düşür. Deməli, şəkilçilərdə iki fərqli məqam var. Bu doğru fikirdir. Ahəng qanununa tabedir. Bəli, bütün saitlər A saitidir. Bir dənə də I qapalı sayt var. Yəni hər biri qalındır. Deməli bu doğru fikirdir. Burada yanlışımız olacaq B variantı. Keçirik 5-ci suala. O ən yaxın dostlarını, Cavidi, Kamili, Əlini dəvət etmişdi cümləsində hansı durğu işarəsi buraxılmışdır? Baxın, ən yaxın dostları kimdir? Caviddir, Kamildir, Əlidir. Yəni ən yaxın dostlar Cavid, Kamil və Əlinin ümumiləşmiş ifadəsidir. Əgər ümumiləşdirici söz əvvəldə gələrsə, yəni sadalanan sözlərdən əvvəldə gələrsə, ümumiləşdirici söz bu zaman qoşa nöqtə qoyulur. Ümumiləşdirici, sonra sadalanan sözlər vergüllə bir-birindən ayrılır. Yox, əgər tərsinə birinci sadalanan sözlər gəlir, sonra ümumiləşdirici gəlirsə tire qoyulur. Buraya yazıram ümumiləşdirici. Bu qaydanı yadda saxlayın. Baxın indi ən yaxın dostlar kimdir? Caviddir, Kamildir, Əlidir. Deməli birinci ümumiləşdirici söz gəlibsə burada qoşa nöqtə qoyulacaq. Yox, əgər cümlə belə olsaydı, Cavidi, Kamili, Əlini, ən yaxın dostlarını, bu zaman tiri ən yaxın dostlarını qoyulardı. Yəni sonda gəldiyi zaman, əvvəldə gəldiyi zaman qoşa nöqtə qoyulacaq. Doğru cavabımız A variantı. Davam edirik. 6-cı suala keçmədən əvvəl bir daha qeyd edeyim ki, İmtahanlara hazırlaşan müəllimlər üçün sıfırdan onlayn qruplarımız açılır. 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq açılan qruplarımız haqqında məlumat əldə edə bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahıdır. Hər həftənin bir gününü sırf olaraq mətnlərə ayırırıq. Digər 2 dərsimizdə isə sırayla bütün mövzuların tədrisindən təşkil olunur. Hər bir mövzunun video izahı var. Dərs zamanı minimum 2 sınaq işləyirik ki, hər bir sınağın da video izahları göndərilir. Ətraflı məlumat üçün bizə yaza bilərsiniz. Davam edən növbəti sualımızdan. Hansı cümlədə qoşma işlənmişdir? Səni sarı güllərdən dəstə bağlamışam. Burada sarı güllər, necə güllər? Sifət var burada, qoşma işlənməyib. Əvvəl mən keçdim, sonra Tural qələmlə nəsə qeyd etdi. Qələm ilə nəsə qeyd etdi. Lə burada qoşmadır. Deməli B bəndini götürmək olar. Bu sahə təhlükəlidir. Ona görə başqa yol seçməliyik. Ona görə bu bağlayıcıdır. Burada qoşma işlənməyib. Əlbəttə bizim üzümüzə də günəş doğacaq. Əlbəttə modal söz də bağlayıcıdır. Bu nümunədə qoşma yoxdur. Sən də onu yaxşıca danlamısan. Sən də burada bağlayıcıdır. Yaxşıca burada ədatdır. Bu cümlədə də yenə qoşma işlənməyib. Doğru cavabımız olacaq B variantı. 7-ci sual. Verilmiş nümunədə neçə zərf işlənmişdir? Ağlımla qəlbimin özgə yolu var. Baxın, ağıl burada isimdir. Ağlım və qəlbimin və burada bağlayıcıdır. Qəlb isimdir, özgə sifətdir, yol isimdir, var predikativ sözdür. Birinci misrada zərf yoxdur. Hər biri bir yolda puç edər məni. Hər biri qeyri-müəyyən əvəzlikdir. Bir yolda yol isimdir. Puç edər, puç etmək feildir. Mən əvəzlikdir. Burada yenə zərf yoxdur. Birisi sevdadan uzaqlaşdırar. Biri qeyri-müəyyən əvəzlikdir. Sevda isimdir. Uzaqlaşdırar feildir. Burada yenə zərf yoxdur. O biri sevdaya tuş edər məni. O biri hansı? Sevda isimdir. Tuş edər yenə əvəzlikdir. Bu cümlədə yenə zərf işlənməmişdir. Ümumiyyətlə zərf yoxdur. Y variantı doğru cavabımız olacaq. 8-ci sual. Hansı cümlədə bir-biri ilə antonim olan sözlər işlədilməmişdir? Əsli sənin ağ başından, qara günün sərt rüzgarı. Ağ başından sifətdir, qara gün sifətdir. Ağla qara bir-biri ilə antonimdirmi? Bəli, burada işlənib. Həyat kimi yaz onların, ölüm kimi xəzan bizim. Burada həyat, ölüm bir-biri ilə zid fikirlər mənasında işlənmişdir. Yəni antonimlər var. Çox maaş az işləyənlərə verilmir. Burada baxıram ki, çoxla az bir-birinə antonimdir. Amma nitq hissələrinə diqqət eləməliyəm. Baxıram ki, çox sözündən sonra gələn maaş isimdir. Yəni ismə aid olan çox sözü yazıram bura isim. Olacaq nitq hissəsinə görə say.
Burada isə az işləyən feilinə aiddir. Az əgər feili aiddirsə, bu zaman olacaq zərf. Yəni çox sayı ilə az zərfi bir-biri ilə antonim ola bilməz. Çoxla az sözü ikisi də zərf və ya ikisi də say olarsa antonimdir. Mənaları əksdir. Amma biri say, biri zərf mövqeyində işlənirsə, fərqli nitq hissələri olar. Bu zaman antonim götürülə bilməz. Çünki antonimlər yalnız eyni bir nitq hissəsi olmalıdır. Yəni ya ikisi də say mövqeyində işlənməlidir, ya da zərf mövqeyində. Deməli burada antonim sözlər işlənməyib. Dərə də bizimdir, təpə də. Dərə, təpə antonim sözlərdir. Dost yaxşı, yox, pis gündə tanınar. Yaxşı, pis. Yaxşı gün, pis gün ikisi də sifətdir. Deməli yaxşı ilə pis bir-biri ilə antonim götürülə bilər. Burada götürülə bilməz, C variantı. 9-cu sual. Göyərdilmişdir sözünün tərkibinə görə düzgün təhlil sxemini istəyir. Göyərdilmişdir. Göydən göyərmək, göyrəng göyərir, göyərməkdən göyərtmək, ondan göyərdilmək əmələ gəlir. Mişlə dir də qrammatik şəkilçilərdir. Yəni 3 dənə leksik var, 2 dənə qrammatik. Deməli leksik, 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 qrammatik, qrammatik. Doğru cavab B variantı olacaq. 10-cu sual. Cümlələrin birində yerli hallı söz yoxdur. Qonşunun evindən səs gəlirdi. Qonşunun evi yerli mənsubiyyət. Deməli burada yerli hal var. Bu gün ədəbiyyat dərsi var. Ədəbiyyat dərsi, ədəbiyyatın dərsi. Qeyri-müəyyən yerli haldır. Deməli burada da var. Sənin dediklərin Quran ayəsi deyil ki, yanlış da ola bilər. Sənin sözündəki in yerli haldır. Şərtdə söz deyir. Burada söz yoxsa isim, yoxsa sifət işləndiyinə diqqət eləməliyik. Əgər yerli hallı isim desəydi, sənini götürə bilməzdim. Çünki sənin əvəzlikdir. Amma mənə ümumi söz deyirsə, götürmək olar. Yəni sənin sözü yerli hallı sözdürmü? Bəli. Dünya yaşamağı bacaranlarındır. Kimindir bacaranların? In burada yerli haldır. Deməli bu da doğrudur. El bir olsa dağ oynadar yerindən, yəni dağı oynadar. Burada təsirli hal var. El bir olsa adlı hal var. Yerindən, dandan çıxışlı hal var. Yəni burada yerli hallı söz işlənməmişdir. Doğru cavabımız olacaq Y variantı. Dəyərli izləyicilər, bu sertifikasiya sınağımızın da sonuna gəlib çatdıq. Siz də kanala abunə olun ki, paylaşılan bu videolardan faydalana biləsiniz. Videolarımızı əgər bəyənirsinizsə, rəy yazın, bəyənin. İmkan olsa öz WhatsApp-ınızda, olduğunuz müəllim qruplarında paylaşın ki, hər kəs faydalana bilsin. Sağ olun, növbəti videolarımızda, növbəti izahlarımızda görüşərik.